Beynimizin, ruhumuzun qidası dostlar ədəbiyyatdır. Ədəbiyyat. Ədəbiyyat dediyim burada bədii əsər oxumaqdan söhbət gedir. Bədii əsər oxumaq. 3-cü qrup uşaqları deməsin, bütün gün ədəbiyyatla məşğul olun. Siz ədəbi nəzəriyyə ilə falan imtahanlara hazırlaşın. O ədəbiyyat deyil. Ədəbiyyat bədii əsər oxumaq, klassik əsərlər oxumaq. Azərbaycan klassikası, dünya klassikası, bədii əsər oxumaq. 7 saniyəlik, 10 saniyəlik Reels dövründə yaşayırsınız dostlar. Bədii əsər oxumadan sizin beyniniz və ruhunuz qidalanmayacaq. Tutaq ki, bunu elədiniz, qidalandırdınız. İndi beyninizə enerji vermək lazımdır. Baxın, güclü beyin əzəllərinizin, neyronlarınızın da olması üçün birinci budur ama, qida. Sonra beynin idmanı nədir? Riyaziyyat. Beynin idmanı nədir? Riyaziyyat. Bədii əsər oxumaq niyə görə çox vacibdir? Xüsusən riyaziyyatda uşaqlar, ümumiyyətcə birinci elə şagirdlər var ki, məsələni üzündən oxuya bilmir. Misal demirəm, o məsələlər olur. Məsəl üçün, nə bilim, kater axın ilə bu qədər saata bu qədər yol getdi, axına qarşı sürətini tapın, çayın sürətini. Birincisi, üzündən oxumayan şagirdlər var, oxumağı bacarmır. İntonasiyanı oxumağı bacarmırlar. Onlar üçün çox vacibdir, həyati dərəcədə vacibdir bədii əsər oxumaq. Hekayə, roman, klassik ədəbiyyat, Azərbaycan və dünya ədəbiyyatı. İkinci, siz tutaq ki, hər hansı bir əsərin, məsəl üçün, tutaq ki, Səfirlər əsərində, biraz böyük əsər oldu, hər hansı bir əsərin kinosu da var, kitabı da var. Beyin tənbəlliyindən, beyin tənbəlliyə fokuslanıb, kodlanıb. Çünki beyin enerjisini qorumağa çalışır. Deyək, kinoya baxın. Kinoya baxanda rejissorun sən orada təsvir edib də, insanlar necə geyinib, harada çəkilib falan, hamısını sizə gözlə görsənir. Görsel olaraq, vizual olaraq sizə göstərib onu. Sizin beyniniz hər hansı bir vizuallaşdırma aparmır, tənbəlləşir. Amma siz bədii əsəri oxuyanda həmin hadisələrdən, məsəl üçün Mirzə Fətəli Axundovun Misya Jordan əsəri, əsərin adı tam yadımda deyil. Tutaq ki, orada Misya Jordan şeyə daxil oldu, zala daxil oldu, ayaqqabısını belə çıxartdı, belə oxudu, belə oynadı, yeməyi belə yedi, kebabı belə dişlədi. Bunların hamısı siz bədii əsəri oxuyanda gözünüzdə beyniniz vizual olaraq onu canlandıracaq. Yəni beyniniz, təxəyyülünüz inkişaf eləyəcək, vizuallaşdırma bacarığınız inkişaf eləyəcək. Vizuallaşdırma bacarığınızı inkişaf eləyəndə və oxuduğunu anlama, eyni zamanda bədii əsər oxuduğunu anlamanı, yəni qavramanı inkişaf elətdirəcək. Qavramanız inkişaf elədirsə, vizuallaşma, yəni beyniniz oxuduğu hadisəni canlandıra bilirsə, artıq sizin riyaziyyatda, həndəsədə çox ciddi bir probleminiz ortadan qalxmış olacaq, əngəliniz ortadan qalxmış olacaq.